hansı halda antibiotiklərə üst tuta bilərik? Ona görə də bir bakteriyal infeksiya şübhəsi varsa, o zaman antibiotik terapiyasına üst tutulmalıdır. Və bəzən də çox təəssüflər olsun ki, ev şəraitində bəzi insanların hətta sistem şəklində antibiotiklərin istifadə etdiyini görürük biz. Bunun da əlbəttə ki, verəcəyi yan təsirlər, xüsusən də bəzən də evdə anafilaktik şoka qədər gətirib çıxarda bilər. Eyni zamanda yervi dəridə infeksiyalar, əzələ infeksiyaları və ya trombların yaranması kimi ağırlaşmaları ev şəraitində biz tez-tez müşahidə edirik. Antibiotiklərdən istifadə qaydasını bilmək mütləqdir. Bu zaman nələrə diqqət edilməlidir? Bundan başqa, bəzən xəstələrdə ciddi qaraciyər çatışmazlığı, böyrək çatışmazlığı kimi halların da yaranmasına gətirib çıxarda bilər. Ona görə də antibiotik istifadə etməmişdən öncə mütləq şəkildə bir neçə də düşünmək lazımdır. Çünki təkrar vurğulayıram, bizim dost bildiyimiz antibiotiklər doğru şəkildə istifadə olunmazsa bizim ən böyük düşmənimizə çevrilə bilər. Ona görə də antibiotiki mütləq həkim təyinatı ilə istifadə olunması mütləq vacibdir.